Necə ali, nə müqəddəs, nə mübarəkdir bugün. Necə ali, nə müqəddəs, nə mübarəkdir bugün. Yəni hər qədridə, qiymətdə də bil təkdir bugün. Görün indi nə fəzilətlidir, yüksəkdir bugün. Nə qədər insanı haqqın yoluna çəkdi bugün. Bugünü üçün daha möhkəm seviney mömin olan, ki budur vəchi gəlib çatdı nəhayət cümədə, yenə də məscidə üz tutdu cəmaət cümədə. Bunu dərk eylər o kəs ki, var onun imanı, cümənin ruzu və neymətdir bizə hər ani, Allahın möminə sonsuzdur o gün ehsanı. Necə olmuş Ramazan 11 ayın sultanı, cümə də günlərin ən üstünü ən əfsəlidir. Düşün indi bu qədər varsa fəzilət cümədə, səni ağuşuna almış niyə qəflət cümədə? Hələ Qur'anı açıb et cümə surəsinə nəzər, xətmi peyğəmbərə vəhiy ilə gəlib gör nə xəbər. O xəbər ki, sənin üçün nə ziyan var, nə zərər, nə savab var, nə xeyir var, onu sən bilsən əgər. Nə qədər vacib işin olsa onu tərk qılıb, eləyərsən o qədər səcdə və taət cümədə, kəsilər bəlkə də cismindəki taqət cümədə. Həzrəti Yaqubun evladları etdikdə xəta, Həzrəti Yaqubun evladları etdikdə xəta, sonra peşman olaraq söylədilər ya əbəta. Sən o tari bizim üçün ola bir eylə dua, ki bizim tövbəmiz axır ola qəbul-i xuda. Cavabında o buyurdu, cümədə tövbə edin. Görən ya nədir məna, nədir hikmət cümədə? Daha da çoxdur bağışlanmağa fürsət cümədə. Necə bir mənzilə kim gəlsə bir izzətli qonaq, necə bir mənzilə kim gəlsə bir izzətli qonaq, o qonağın qabağında üzü olsun deyə ağ, evi ev sahibi pak eyləyər ondan da qabaq. Elə pak eylə ki qəlbin evini sən bu sayaq, çıxa ta ki çölə batindəki şeytanın nə var, sonra da etsən ağam Mehdini dəvət cümədə, o da can başla zühur eyləyər əlbət cümədə. Varam hər bir namazımda nə qədər var imanım, hələ sən gör nə deyirsən, gələ sahib zamanım. Sabaha yoxdur bugündən mənim amma gümanım, cümədən də biraz əvvəl çıxa birdən bu canım. Nə olar alım mənə məhşər günü etdikdə sual, nə deyim mən? Deyim oldum neçə müddət cümədə, ya deyim getməmişəm, yox idi həzrət cümədə. Cümə cəm olma deməkdir, yəni vəhdətdir cümə. Pak olub Allaha bağlanmağa fürsətdir cümə. Möminə eşqidir, sevdadır, məhəbbətdir cümə. Bir ağam var ki, onun vəslinə həsrətdir cümə. Bizi də üzdü bu hicranın oxu, gəl bir olaq, qalmasın qəlbidə bir zərrə küdurət cümədə. Ağa görsün ki, yaranmış necə vəhdət cümədə. Bəxtəvər kəsdir o kəs ki, dünənin ötsə bugün, dünənindən yəni fərqli olaraq bitsə bugün. Sənanın halına vay olsun ədər getsə bugün, nə ola birdən zamanın sahibi zuhur etsə bugün, desə bəsdir bu qədər hərzə və hədiyanı dedin. Özün öncə elə Allaha ibadət cümədə, əməl eylə, sonra ver xəlqə nəsihət cümədə. Əməl eylə, sonra ver xəlqə nəsihət cümədə. Bu şeiri əgər, qardaşlarım, əzizlərim, müminlər, and ola Allahın izzəti cəlalına, o şeiri
misra qulaq asasız, hər bir misrası bir hədisdir. Hər misrası bir ayədir. Hər misrası bir Əhl-i Beytin tövsiyəsidir. Hər misrası bir dənə Peyğəmbərin nəsihətidir. O şeylər ki bizə vacibdir, onların qardaşım hamısını vəsf edeyim. Allah ömrü və bərəkət versin. Allah səni qardaşlıqdan əsir eləməsin.